Sənə görə bu askı sistemi ən güclü olan model hansıdır? Qoruyucu pliklər var da orada, qoruyucu rezinlər var. Onlar cırılır, baxmırlar vaxtında. Həmin də su gedir kolonkanın içinə, sükan mexanizminə. Onu sıradan çıxardır. BMW-nin askı sistemi yoxsa Mercedes-in askı sistemi? Filtr setka var. Aysa. O tutulur, sükan sistemi yağı normal qəbul edə bilmir. Həmin sırada problem üslitel, yağ nasosu sıradan çıxır. Məsələn, yağış yağıb, maşını yudurduq, bura girmir ki, təkərlərin batacaq, çöpüyə də gedir. Salam, hər vaxtınız xeyir olsun. Növbəti verilişdə xoş gördük sizi. Bugün mənim qonağım Samir ustadır. Samir usta, xoş gəlmisən. Xoş gördük. Bu günləri biz ümumi avtomobillərin belə rulavoy deyək də, sükan mexanizmi haqqında və el arasında periodok deyilən askı sistemi haqqında əsasən danışacağıq. Usta, necəsiniz? Çox sağ olun, siz yaxşı olun. Sağ olun, xoş gördük sizi. İşləriniz necə gedir? Şükür, hər şey yaxşıdır. Çox şikayətlə gəlirlər yanınıza. Olur, Artıb? çoxdur. Artıb, son illər artıb. Usta, bu artmanın səbəbini bu Çin modellərinin çoxalması ilə göstərə bilərik ki, yəni Çin modeli çoxalır və şikayətlər də çoxalır. Əksəriyyət askı sistemi, sükan sistemi ilə bağlıdırsa, onun da rolu var. Yəni belə deyək də, müasir bu elektrikli deyək, hibrid deyək və Çin modellərinin bu askı sistemi, rulavoyunu siz ümumi bəyənirsiniz? Yox. Almanın yerini vermirlər. Sözsüz. Almanın, Yaponun yerini heç də verə bilmir. Tez, hamısını deməzdim, amma əksəriyyəti belədir ki, problemlər tez yaranır. Əsasən onlardan nə problem görürsünüz, nə müşahidə edirsiniz? Götürək sükan sistemi, onlarda çox tez sıradan çıxır. Tez sıradan çıxır da. Bu tez sıradan çıxmağın səbəbi keyfiyyətsiz material olmasıdır. Taksidə işləyən, nədir, indi mən adlarını dəqiq bilmirəm. Sürücülər? Yox, avtomobil. BYD-lər, BYD. Onlar eləsi var ki, 10 min kilometr probektdə sükan sistemində problemlər yaranır. Əsas problem nə olur təxminən yəni? Səs. Səs eləyir də. Hamısında demək olar ki, bu problem 10 mindən sonra çıxır da demək olar. Hamısında onu sürüşdürməkdən də çox şey asılıdır. Amma belə də yəni 10 mindən də gələn olub, nə bilim 20 mindən də, 20 min kilometrdən də gələn olub, amma olur da, yəni əksəriyyətində var onların. Yaxşı, bəs bu sıradan çıxma dedin də, bu sıradan çıxmanın səbəbi həmin Çin modellərinin deyək, keyfiyyətsiz materialdan hazırlanmasıdır, ehtiyac hissəsinin keyfiyyətsiz olmasıdır, yoxsa sürücüdən asılıdır? Keyfiyyətsiz. Keyfiyyətsiz olur da onlarda. Eyni sürücü məsələsini götürək, Priuslar da sürür də, götürək köhnə maşındır, Toyota'dır. Amma illərlə işləyirdi də, problemlər olmur. Onu daha yəni, pis sürürdülər. Nəinki bunlar təzə maşında nə qədər ola qoruyurlar, amma yenə də sıradan çıxmalar olurdu. Bəs askı sistemləri necə? Askı sistemi gedir. Bu askı sistemlərin də özü əsasən məsələn danışır sürücülər deyir ki, yolların pis olmasından. Onların da rolu əlbəttə ki var. İndi burada sürücü askı sistemi qorumaq üçün sənə görə nə etməlidir ki, yəni askı sistemi gec sıradan çıxsın? Askı sistemini qorumaq üçün pis yollarda, məsələn belə deyək də, narahat yollarda ehtiyatlı sürmək. Bəzən o sürətlə keçir. Sürətlə də əlbəttə ki, o sürüşdən çox şey asılır, o da sürməkdən çox şey asılır. Bu askı sistemində o problemin çıxdığını ancaq səsdən bilə bilərsən ki, artıq bu sıradan çıxırsa taqqıltı verir. Belə sürüb səslə də bilmək olur, qaldırıb altına baxış keçidib də bilmək olur nədir. Hə, başa düşdüm. Rulavoydan danışdıq da, sükan mexanizmindən danışdıq. Bunun da öz növləri var da, məsələn sadədir, elektriklidir, gidravlik növləri var da. Bunların arasında sənə görə ən dözümlüsü hansı növdür? Hamısında problem yarananda sıradan çıxma hamısında olur. Mən yəni belə bir şey fərq qoymaq istəmirəm. Çıxanda hamısında olur. Bugünkü gün mən deməli ki, gidravikadan az məşğul olan əsas işimiz elektron sükan sistemlərinə məşğul oluruq əsas. Yəni hamısında olur. Sıradan çıxmalar hamısında olur. Aradan qaldırdıq hamısını, işləyir də qayım. Bəs belə deyək də, o sıradan çıxanda hansının daha təmiri baha başa gəlir? Məsələn, bugünkü gün götürsək, Alman maşınları, elektron, bunlar bahadır. Elektrik... Məsələn, belə deyək də,
ikinci əl ehtiyat hissəsi məsələn onlarda başlayır 1500-dən, 2000-dən qiymət. Doğrudan, o dərəcə bahadır. O dərəcə. Bu elektrikli sistem. Elektrik məsələn bugünkü gündə məsələn ən yaxşısı məsələn 2020-dən bəri maşın götürsən başlayır 2000-dən qiymətlər. Onun elektriklinin içində beyin var, yoxsa necə? Motor var orada. Ən məsələn bu yağışlarda su gedir. Ən çox onlarda problem qoruyucu pnevmatiklər var da orada, qoruyucu rezinlər var. Onlar cırılır, baxmırlar vaxtında. Həmin də su gedir kolonkanın içinə, sukan mexanizminə. Onu sıradan çıxardır. Elektrik hissəsində çıxarda bilir, mexaniki hissəsində. Motorunu da yandırır. Motorunu da yandıra bilir, mexaniki hissəsində sıradan çıxardır. O rezinlər dedin, o rezin hansı hissədədir ki? Yəni onu Rulavoydan almacıq bağlanır, almacığın üstündə pnevmatik olur. Onda bağlanır da, xamutlarla bağlanır. Ona yazır, ya pnevmatik cırılır, ya xamut boş olur. Su getdisə, sukan sisteminə o sıradan onu belə baxanda görmək olur gözlə. O sağlam motor məsələn 1 ilə sıradan çıxacaqsa, o cırılanda onu 10 günə sıradan çıxardır, 1 aya sıradan çıxardır. Yəni o hansı yerdə? Yəni o altdan baxanda gözlə görmək olur necə? Görsənir, askı sisteminə baxanda həmin vaxt baxmaq lazımdır onlara. Hə, onda yəni sürücülər özləri də ona nəzarət edib baxırlar. Özləri yəni hərdən yəqin yuxarı bir çıxarır avtomobilə. Usta yanına maşın yoxlatdırmağa gedirlər də, həmin vaxt baxılsa yaxşı olar. Onu dəyişmək çox xərc aparır. Yəni çətin bir şeydir onu çıxarıb dəyişmək. Maksimum məsələn bahasında 25-30 manatdır. Lap belə götürək də, yəni lap axırıncı model götür, pnevmatikdir də, orada adi rezindir. Ümumiyyətlə belə avtomobil alanda deyək ki, mən gedirəm avtomobil almağa. Sükan mexanizmində rulavoyun. Mən sadə elektrikli və yaxud da ki, bu gidravlik olmasına önəm verməliyəm, yəni fikir verməliyəm ki, bunun rulavoyu necədir, yoxsa fərqi yoxdur? Bugünkü gün mən elektron üstünlük verərdim. Öz mənim seçimimi deyirsə, biz götürək elektrik uslitel deyilən var. Məsələn, Hyundai'larda, Kia'larda avtomobilin salonunda olur. İki tane maşınlarında da çoxunda elədir. Onlarda məsəl üçün su getmə elektron problem yaratmır. Sadəcə olaraq mexaniki hissəni sıradan çıxarda bilir. Elektron sistem onda salonda olduğuna görə maşının salonundadır. Oraya su gedə bilmir. Məsələn, Hyundai'lar, Kia'lar var da bu çox Kitay maşınlarında bir əksəriyyət elədir. Onlarda elə olduğuna görə onlar demək olar ki, həmin problem yaşamır. Sən özün hansı model avtomobil sürürsən usta? Kia, Sorento. Sorento sürür. Razısan avtomobildən? Maşının pisi yoxdur əslində. Sürücün pisi var. Yəni maşın da sürürük. Mənim ürəyimdədir. Mən istədiyim şeyləri verir mənə. Onun bəs Sorento haqqında neçə ildir sürürsən təxminən? Məndə köhnə modelidir Sorento'nun. Bu rama üstündə olur da. Mən elə maşın, maşın rama üstündə olan maşında yolsuzluq avtomobili belə deyək. Razısan indi onun belə deyək şeyindən? Hər yanında gəzmişəm, razıyam. Askı sistemindən, rulavoyundan. Çox. Bu günə qədər heç sıradan çıxıb təmir eləmisən? Orada sürülən maşındır. Məsələn, oynaq sistemləri şaravoy deyirik də. İndi biz oynaq sistemləri şaravoy xarab olur. Nakradka dəyişirsən. Belə yəni ciddi bir problem yaratmır. Rulavoyunda problem çıxmayıb bu günə qədər? O gidravlika sistemidir. Yox, hələ ki problemimiz yoxdur. Belə də ki, olan öz əlimizdədir. Bu gidravlika sistemi deyəndə tam olaraq nədir? Bəzi məsələn sürücülər yağla işləyən rulavoy sistemi, sükan sistemi var, elektron işləyən sükan sistemi var, bir də sadə. Yox, bu imenli belə şey soruşuram da, yəni gidravlika olan sistem içinə yağ tökülür də, yəni bəli, yağ. Onun ayrıca öz yağı var. Bəli. Onun da keyfiyyətsiz. Əlbəttə ki, var. Ona da gərək sürücülər diqqət edir. Əlbəttə ki, o 100%. Bir də ki, o yağla olanın da, məsələn, motorun yağını dəyişirlər neçə min kilometr. Onun da yağı dəyişilməlidir, yoxsa necə? Dəyişirsə daha yaxşı. Da o motor kimi yox da. Məsələn, əgər yağ sızması olmasa, məsələn, bir 20 mindən, 25 mindən, 30 mindən, maksimum 50 mindən bir dəyişirsə öz xeyrinədir ki, onun yağ nasosu gec sıradan çıxacaq. Onda onun ayrıca yağ nasosu var. Yağ nasosu var, yağ nasosunun filtri var. Məsələn, 50 mindən bir o filtri, o basok yağ tökülən, basok deyək də yağ qabı, o həm də filtrdir. O yağı süzmə rolu oynayır. Sonra 50 mindən bir dəyişsələr, məsəl üçün, o yağ nasosu daha uzun ömürlü işləyə bilər. Motorun yağ filtrini dəyişirlər, yağı dəyişəndə. Onda gidravlik sükanın da yağını dəyişəndə filtrini dəyişmək lazımdır. Filtr deyəndə filtr həmin o yağ tökülən o dəyişilməli o da. Onun içində filtr setka var. Aysa. O tutulur. Sükan sistemi yağı normal qəbul edə bilmir. Həmin sırada problem yaranır. Uslitel
yağ nasosu sıradan çıxır. Ha, Yağı normal qəbul edə bilmədiyinə görə orada hava düşür sistemə, onu sıradan çıxardır. Məsələn, bax, askı sistemlərindən də pnevmatik deyirlər də, pnevma askı. Amortizator sistemində arada yaylı amortizatorlar var, bir purjunlu. Bir də var pnevma. Fərqi nədir tam olaraq? Pnevma hava ilədir. Məsələn, maşını istəsən qaldıra bilirsən, yendirə bilirsən. Amortizatorlarda gidravliki qalxıb enmə maşınları, bəzi maşınlarda var o. Mercedesdə də var, Lexusda var, bəzi maşınlarda var. Amma mən eşitmişəm ki, o pnevma olanlar çox baha olur, hə, dəyişmək. Əlbəttə o barədə yaylı maşın, purjunlu maşın daha sərfəlidir. Rahatçılıq istəyən pnevma sürəcək, sözsüz ki, o daha rahat olur. Onda belə deyək də, mən avtomobil almağa gedirəmsə, bu amortizatorun yaylıdır, yoxsa pnevma olan əgər siz onu iş maşını kimi alırsınızsa, sizə yaylı, purjunlu maşın lazımdır. Çünki... Amma sən rahatçılığın üçün istəyirsənsə, komfort istəyirsənsə, əlbəttə ki, o komfort üçün pnevma, hava sistemi ilə olan daha yaxşıdır, daha rahatdır. Pnevmalar tez sıradan çıxır ümumiyyətlə. Məsələn, onu elə bir zərbiyə sala bilərsən ki, maşını udara sala bilərsən ki, məsələn, udarda da partlaya bilər. Ya məsəl üçün, paylayıcı var, sistemi, o havanı paylayan, paylayıcı sıradan çıxa bilər, havanı çox vurar, təzyiqi çox vura bilər, sistemə paduşkanı partlada bilər. Bir də ki, o vaxtla, o quruyur, rezindir də, yavaş-yavaş getdikcə quruyur, belə də o vaxtı satıb da sıradan çıxa bilir. Məsələn, usta, sən dedin ki, bu pnevmatikin təzyiqi olur da, hava təzyiqi olur da. O təzyiqi də yoxlamaq lazımdır, mütəmadi ki, təzyiqi çoxdur, azdır bu hava. O avtomatik o təzyiq düşən kimi maşın özü sizə deyir. Hə, özü deyir. Özü gedib onu yoxlatır. Hə, orada arıza gəlir də, yəni ki, məsəl üçün pnevma sistemində sizdə nəsə problem var, gedin ustaya yoxlayın. Yəni o problem çıxan kimi mütləq edib yoxlatdırmaq lazımdır, yoxsa böyük bir ziyana gəlir. Bəli. Bu mən eşitmişəm, nə dərəcədə düzdür bilmirəm. Bu pnevma sistemini sökdürürlər hə bəzi sürücülər, yəni sökdürmək olur. Olur, onu çıxardıb yerinə yay qoya, purjun qoya bilirlər. Bu məsləhət görərsən, yəni dəyişmək bu sistemi? Mən yox. Avtomobilin belə də keyfiyyəti düşür aşağıda. Əlbəttə, məsələn, elə maşın ola bilər, məsələn, Prado'nu götürək. Prado'nun arxasında 4 motorda arxa pnevma olur. 2.7-də məsələn deyək purjun olur. Onu məsələn o pnevmanı çıxardıb purjun qoysan bir problemi yoxdur. Bir də var ki, eyni maşının heç vaxt yayla olmayıb da, purjun yoxdur o maşınlarda. Siz orada məsəl üçün götürürsən hansısa başqa bir maşının yayın qoyursan bu maşına. O paylanma itir, maşının balansı bozulur. Balans bozulur. Onda məsləhət görmüsən ki, o pnevmanı sökməkdir. Yox. Başa düşdüm. Mən çox eşitmişəm çünki çox eşitmişəm ki, pnevmanı sökdürdü, çox ziyana gedirdi, nə bilim, pnevma çox bahadır. Məsələn deyirəm, bəzi maşınlarda məsələn zavod istehsalı pnevma da var, yaylı da var. O pnevmanı çıxardıb yaylını qoysan heç bir problem yoxdur. Zaten zavod bunun üçün buraxıb bunu, özününkünü qoysan. Bir də var ki, bu maşın üçün ancaq pnevma buraxıb, başqa yəni yaylı amortizator buraxmıyor bu maşın üçün, bu model üçün. Sən onu götürsən, başqa özündən bir şey fikirləşib bu. Yəni bir yerə getmək üçün, nəsə rasxodu azaltmaq üçün eləyə bilirsən. Mənim fikrimi soruşsa, mən eləmərəm heç. Neçə ildir ustasan da, bu işin içindəsən də. Sənə görə bu askı sistemi ən güclü olan model hansıdır? Gec dağılan. Toyota. Toyota'nın hansı modeli? Prado'su, Land Cruiser'i, məsəl üçün, lap təzə modellər demək ki, məsəl üçün götürək RAV4'lər olsun. Nissan Patrol, o necə? Patrol da dözümlüdür, amma Toyota'ya çatmır. Çatmır, hə? Çatmır. Ona görə də bu əsasən dağlıq ərazilərdə, kənd yerlərində Toyota mənim fikrimdə yəni nömrə 1-dir. Hə. O dözüm barədə, komfort barədə, rahatçılıq barədə məsəl üçün elə maşınlar var ki, Toyota'nın yanında heç bir yerə yəni sığmırdı. Onu gətirib Toyota ilə onu bir böyük qalsan. Belə deyə də Toyota'nın bu müasir texnologiyası zəifdir, amma dözümlüyü. Komfort yoxdur. Komfortu yoxdur, amma dözümlülüyü var. Amma dözümlülük. Yəni mən məsələn bundan əvvəlki verilişimizdə də bir usta ilə danışanda o da təxminən belə bir mövzuya toxundu. O da dedi ki, mənim bir müştərim var, alandan onun askı sistemində Toyota Prado'nda heç bir problem yoxdur. Olub mənim yanıma elə maşın var ki, məsəl üçün 2020-ci ildə 2005-in Prado'su gəlib, hələ heç bir şeyin dəyişməyib. 15 ildir. 15 ilə. Askı sistemində problem. Hər baxırsan heç nə elətdirməyib də, bu adam ancaq sürüb. Yağ, benzin, nakladka dəyişib. Belə nakladka dəyişilməlidir də məsələn, ona görə. Onu belə eləməyib də. Yox, onu dəyişib də, o dəyişilməlidir. Amma digər başqa heç bir şey dəyişməyib.
15 il maşın sürüb, maşında heç bir şey dəyişmir. Ən bahalı modelin askı sistemi və yaxud da belə deyək də rulavoy deyək də ən bahalı təxminən neçəyə gəlib çıxa bilər? Range Rover-də zat da baha olur, hə? Təzəsindən danışırsınızsa, Hə, təzə təzəsi bəzən götürməsəz 2025-də maşınlarla götürsən, istəyir Mercedes S-Class olsun, Mercedes W167 Kuza, sonra BMW-də olsun G05-lər, G05-lərdir, G30, G20-də təzə model. Bunların sükan sistemi, məsələn, təzəsini götürsən, məsələn, təzə 6000-7000 civarındadır. Tapmaq olur onun təzəsini? Servisdə gətirir, belə də gətirir. gəlir, xaricdən də gətirə bilirsən. Bəs o ölüxanadan alanlar olur? Ölüxanadan belə deyək də 2000-3500 bu civarda olur qiymət. Məsləhət görərsən ki, o ölüxanadan. Əlbəttə ki. Bu gəlir, baxırsan təzə kimi şey. Yəni, Problem çıxır. Problem çıxanda zaten qoyan kimi problem bilinir də, problem olur, qoymursan. Amma bugünkü gün, yəni mən neçə illərdir bu işləyəm, yəni gedib kimsə təzə orijinal sükan aldığını hələ görməmişəm. Hələ ölüxanadan zaten. Praktikada hamı ölüxanadan indi var, Kitayin buraxdığı sükan sistemləri də var, elektron. Bəzilərində yəni problem çıxır da çıxmır, beləsində birində işləyir, birində işləmir, belə bir problemlər var. Bura gələn bütün ustalara bu sual verirəm, bu sualı sənə də verəcəm. Bu bütün dünyada müzakirə olunan sualdır. BMW yoxsa Mercedes? Modelindən asılıdır. Nə fərqi var? Sedan, yəni modellərindən. Ümumi olaraq da BMW yoxsa Mercedes? Sürət üçün BMW, komfort üçün Mercedes. İkisindən də sürmüsən sən? Neçə il usta şəhərdə, yəni. İndi amma şey sürürsən də. Mən Mercedesim olub özümün, BMW olmayıb məndə. Ha. Amma yəni sürət həvəskarı üçün məsələn BMW-ni idarə etmək, BMW-ni sürmək mənim fikrimdə Mercedes-dən daha rahatdır. Yaxşı, BMW-nin askı sistemi yoxsa Mercedes-in askı sistemi? Gözümünə qarşı Mercedes. Mercedes-in askı sistemi BMW-dən daha yaxşı. Rulavoyunda sükan mexanizmində BMW yoxsa Mercedes? Mercedes daha ucuz təmir olunur, daha ucuz apsasdır. Yenə Mercedes. Mercedes onda belə baxıram ki, sən nə də bu fanatı olursan da, BMW belə çox fanatı olursan, onun xəstəsi olursan, ona xərclədiyin pula baxmırsan. Nə qədər pul xərcləndi, nə qədər rəsxod oldu, ona baxmırsan. Həvəskarı fanatsan deyə. BMW sürən olur, bir deyəkdə belə deyirlər, bir lori dildə xəstəsi olur avtomobilində də pula fikir vermir də. O baxmır da maşının nə qədər xərc çıxır, nə bilim nə. Onu bu boyda nə bilim TikTokda, Instagramda şeylər də paylaşırlar. Yəni özünə xərcləmir, qazandığın hamısını maşınına qoyur. Bəs indi niyə BMW və yaxud da Mercedes sürmürsən, digər marka sürürsən? Səbəbi nədir? Nə bilim, belə alınıb. Bir konkret səbəbi yox. Əslində mən maşına mənim ətrafımda olanlar, mən vallahi billahi maşına nəqliyyat vasitəsindən artıq başqa bir şey kimi baxmamışam, heç vaxt, heç baxmayacam da. Maşın nəqliyyat vasitəsində aparıb gətirmək üçündür. Maşına özündən artıq dəyər versənsə, sənin psixoloji durumu yerində deyil. Maşın gedib gəlmək üçün. Cavanlıqda da, laf cavanlıqda da. Cavanlıqda da mən maşına qarşı, yəni axı maşımda sürmüşəm. Amma yəni mən bura məsələn yağış yağıb, maşını yuduzdurub, bura girmir ki, təkərlərim batacaq, düşüb piyada gedir. Məsələn, mən ondan heç birini eləməmişəm. Maşın elə onun üçün. Məsələn, burada bir yama var, mən burada keçsəm maşın dağılar, düşüb piyada gedir. Mən elə şeyləri heç vaxt gözləməmişəm. Hə, başa düşdüm. Bəs mən bu gün deyək ki, mən gedirəm özümə ilk avtomobil almağa. Gəlib usta olaraq səndən soruşuram ki, ay usta, mən birinci avtomobil olaraq nə alım? Bir 20 minə qədər də büdcəm var. Mən hansı modeli məsləhət görərsən? Elə Hyundai Kia üstünlük verməyi məsləhət görərdim. Hyundai o civarda olan, yəni o qiymətə normal bir maşın alıb sürə bilərsən. Məni az həm zapças barədə zapçasların qiyməti münasibdir, həm bütün zapçasları ölkəmizdə var, tapmaq mümkündür. Hansı detal olursun, yəni maksimum bir günə tapa bilirsən. Yəqin sənin də öz başına gəlib, deyək ki, bir müştəri gəlib yanıma, bu amortizatoru təmir eləməklə bağlı. Söküb görmüsən ki, deyən model Mercedesdir, amma üzərində misal üçün deyirəm, indi tam bilmirəm, Hyundai-ın amortizatorunu qoyublar da misal üçün. Və yaxud da başqa bir model. Məsəl üçün, ya həmin vaxt həmin olmayıb, onu bağlayıblar, ya da ki, məsəl üçün, elə ola bilər ki, o qoyduğu, o zavod qoyduğundan keyfiyyətli ola bilər. Baxır, onu qoyan ustanın işinə. Bu düzgündür, məsələn, fərqli modelin amortizatorunu üstünə qoymaq? Yox, orada bir problem bir şey yoxdur. Yəni, əgər onu o həmin maşına uyğun dərəcədə yığıb qoyursa, heç bir problem yoxdur. Hə, yəni problem yoxdur. Həm də onda yəqin biraz büdcə də aşağı olur da. Büdcə aşağı, bizim maşının o yığırsan, sürürsən, yoxlayırsan, baxsan ki, məsələn,
amortisatoru yığdın, sürdün, görsən biraz bərklik var, məsəl üçün. Gedirsən, sökürsən, təzədən boşaldılar. Maşını o normaya salıb verirlər sənə, rahat sürə bilirsən. Başa düşdüm. Bəs sürücülərə ümumi olaraq nə məsləhət görərsən ki, bu amortizator sistemi, askı sistemi ilə bağlı və yaxud da rulavoy ilə bağlı ümumi fikrin, məsləhətin nə olar sürücülərə? Məsləhətim olar ki, ən azından bir 3 aydan bir askı sistemin bir usta yanına yaxınlaşıb yoxlatdırmaq. Ümumi baxışdan keçir. İndi o bir şey qorumaq başqa şeydir. Sürücünün özündən insan var ki, qoruya sürür, insan var yəni qorumur maşını sürür, amma ən azından bir 2-3 aydan bir nəzarət elətdirsə daha yaxşı olar ki, yəni qarşıda böyük problemlər yaranmasın. Bu rulavoya da aiddir, yoxsa rulavoy? Əlbəttə ki, hani bayaq danışdığımızda o qoruyucu pınniklərdirsə, yəni bir dənə baxsa, bugünkü gün 50 manat xərcləyib düzəldə biləcəyi şey, məsəl üçün bir aydan sonra ola bilər 1000 manat. Belə, bugünkü verilişimiz də bura qədər idi. Samir Usta ilə biz bugün ümumi olaraq maraqlı mövzulara toxunduq. İnanırıq ki, sizin suallarınızı da cavablandıra bildik. Növbəti verilişlərdə görüşərik. Bu videonu bəyənməyi, şərh bölümündə öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşərik usta. Sağ ol. Sağ olun, təşəkkür edirəm.